Salam, hər vaxtınız xeyir. Bu videoda mən sizə 504 kitabından ikinci dərsin sözlərinin izahını verəcəm. Əvvəlcə sözlərin tərcüməsinə baxmaq lazımdır. Hansı ki, əlimizdə belə bir material da var. Burada hər unitin sözləri, tərcümələri və digər tərəfdə onlar üçün istifadə edə biləcəyimiz sinonimlər də verilibdir. Bu materialdan da istifadə eləyə bilərsiniz. Əsas izahımız isə kitabın özündən olacaq. Əvvəlcə başlayırıq corpse sözündən, hansı ki, cəsəd deməkdir. Yəni əsasən insanın ölü bədəni cəsəd adlanır. Məsələn, deyir ki, bütün cəsəd haqqında bütün məlumat professora veriləndə professor artıq cinayəti çözə bildi, belə deyək. Sonra ikincidə məsələn the corpse, yenə də cəsəd, vacant keçən dəfə keçmişdik sizlə, boş yer deməkdir. Coffin isə qəbir mənasında istifadə olunacaq, yəni boş qəbrə uzadıldı, qoyuldu mənasında. Sonra yəni over the corpse by his relatives, qohumları tərəfindən qisas andı, qisas sözü verildi deməli cəsədin üzərində. Sonra to conceal, hide, gizlətmək deməkdir. Trace couldn't conceal his love. Gloria'ya qarşı olan sevgisini gizlədə bilmirdi. Və yaxud da his castle, qalasında gizlətdi cəsədi. Və yaxud da pul elə ağıllı şəkildə gizlədilmişdi ki, kimi tərcümə eləmişik. Dismal, dark, depressing, yəni qaranlıq, depressiv kimi tutqun mənasında istifadə olunur. Məsələn, hava çox tutqundur və yaxud da çox soyuq, yəni tutqun bir iqlim. Sonra as the dismal reports, yenə də qaranlıq, yəni depressiv mənasında istifadə olunur reportlar, nəticələr. Frigid isə very cold, çox soyuq, dondurucu mənasındadır. Dondurucu qış, sonra soyuq davranış, hava temperaturun soyuq olmasından, dondurucu olmasından söhbət gedir. Inhabit isə məskunlaşmaq, yaşamaq. Məsələn, Eskimoslar Alaskanın dondurucu, soyuq bir hissəsində məskunlaşırlar, yaşayırlar. Sonra ona icazə verildi ki, boş mənzildə yaşamağa başlasın. Sonra və yaxud da şəhərimizin slum area, gecəqondu məhəllələri olur, onlardan söhbət gedir. Yəni, həmin hissədə məskunlaşmış adamdan söhbət gedir. Sonra gəldik, nam nədir? Nam uyuşmaq deməkdir. Məsələn, əlin, ayağın uyuşmağı, tərpənə bilməmək və s. mənasında. Məsələn, mənim barmaqlarım soyuq otaqda uyuşdu və yaxud da yəni donmuş hisslər, heç nə hiss eləmirəm mənasında və yaxud da mənim donmuş, daha doğrusu uyuşmuş ayağım mənasında istifadə edilir. Peril isə təhlükə deməkdir. Məsələn, deyir ki, ovçu when he described lay ahead of them, onları qarşıda gözləyən təhlükəni təsvir elədi. Və yaxud da böyük təhlükə, dağa dırmaşmaq, dağa çıxmağa gətirmək, yəni böyük bir təhlükə var. Və yaxud da bunun sifət formasıdır, all şəkilçisi ilə perilous adventures, yəni təhlükəli macəralar mənasındadır. Recline isə uzanmaq, söykənmək, bizdə var belə bir söz, dirsəklənmək mənasındadır. Məsələn, televizorun qarşısında uzanmağı xoşlayır. Və yaxud da her right arm for bir saatdir sağ qolu üstündə uzanandan, dirsəklənəndən sonra gördü ki, o uyuşubdur. Və yaxud da yenə də isti ocağın yanında uzanmaqdan, itin uzanmağından söhbət gedir. Shriek isə qışqırmaq, yüksək səslə qışqırmaq deməkdir. Cəsədi görəndə qışqırdı. Və yaxud da with a loud shriek, yəni yüksək səsli bir qışqırıqla otaqdan çıxdı. Sonra the peril of waterfall, the boatman let out. Let out, bilirsiniz, keçmişdik sizlə. Nəyisə də buraxmaq, azad etmək və s. Və yaxud da, yəni, məsələn, let out a laugh, gülüş çıxdı. Və yaxud da let out a terrible shriek, yəni möhkəm səslə bir qışqırıq çıxdı mənasında istifadə olunur. Sonra gəldik sinizdə qorxuducu,
pis mənasındadır. Məsələn, qorxunc görünüşlü alıcıdan söhbət gedir və yaxud da qorxulu kölgədən söhbət gedir və yaxud da plot to cheat the widow, yəni yenə də qorxuducu, ürkütücü, pis, mənfi mənası var. Sonra gəldik tempt isə, tempt kimisə şirnikləndirmək, yoldan çıxartmağa çalışmaq və s. mənasındadır. Məsələn, banana spliti mənim diyetimi pozmaqda, yəni məni şirnikləndirdi mənasında. Və yaxud da gözəl Lucy'nin görünüşü Tempt the Bachelor subay oğlanı evliliklə bağlı fikrini dəyişməkdə, yəni şirnikləndirdi, yoldan çıxartdı. Və yaxud da sənin iş təklifin məni şirnikləndirdi mənasında istifadə olunur. Və əgər isə mərc deməkdir, kiçik bir mərc və yaxud da mərci qazanandan sonra make a wager isə mərc gəlmək mənasındadır. Və gəlirik mətnin tərcüməsinə baxmağa. I like to bet, mən deyir, həyəcan verici şeylər üzərində mərc gəlməyi xoşlayıram. Və dostlarım məni bir təkliflə, yəni şirnikləndirməyə çalışanda mən razılaşdım. The idea was me to spend, in order to win $20, $20 qazanmaq üçün tamamilə tək başıma soyuq, dondurucu bir dekabr gecəsini qəbirstanlıqda keçirmək ideyasından söhbət gedir burada. Yəni, mərc gəliblər. Və mən başa düşdüm ki, onlar çox pis zarafatlar eləyəcəklər ki, məni qorxutsunlar ki, mən qəbirstanlıqdan çıxım gedim və mərcimi uduzum. Mənim planım isə böyük bir qəbrin yanında uzanıb, isti adyala, isti yorğana bürünərək və flashlightda fənərdən istifadə edərək o pis, tünd qaranlığın ötəsindən gəlmək idi. Yəni, belə planlaşdırıbmış ki, qaranlıqda fənərlə adyalın altında böyük bir məzarın yanında uzanıb gözləsin səhərin açılmağına. After midnight, gecə yarısından sonra mən dəhşətli bir qışqırıq eşitdim və mən düşündüm ki, mən qəbrin açıldığını və cəsədin oradan mənə tərəf qalxdığını görürəm. Baxmayaraq ki, birazca qorxudan uyuşmuşdum. Mən özümü saxlamağa çalışdım. Using good judgment, I knew that, mən başa düşdüm ki, no peril, təhlükə yoxdur, yəni. Bu qorxunc fiqur təhlükəli deyil, təhlükə yoxdur. When I didn't run in terror, yəni mən bu qorxunc terrordan qaçmayanda, mənim dostlarım kim ki, conceal gizlətmək deməkdir, yəni özlərini qəbir daşlarının yanında gizlətmişdilər, mənə tərəf gəldilər və bizim hamımız güldük. Və bu qəbirstanlıqda yerləşən, məskunlaşan ruhlar da yaxşı bir, yəni onlar üçün də yaxşı bir zarafat olmuş olmalıdır. Onlar da gülmüş olmalıdırlar həmçinin. Belə bir mətn idi və bilirsiniz ki, mətni oxuyandan sonra buradakı tapşırıqları işləmək mütləqdir. Yuxarıda öyrəndiyiniz sözləri bura boşluğa yerləşdirəcəksiniz. İkinci tapşırıqda isə cümlələr qurmaqdır və bunların, bu tapşırığın deməli cavabını isə ən sonda, kitabın ən sonunda cavabları var, oradan yoxlaya bilərsiniz.